Rahmeti, bereketi, mağfireti üzerimiz olsun. Allah SWT bizleri hakkı bilip ona güzellikle tabi olanlardan, batili bilip ondan uzak olan kullarını eylesin. Bugün inşallah Allah nasip ederse hem kısa olarak Tegabun yani suresinden bir iki ayetin üzerinde duracağız. Hem de inşallah bugünkü yani günlerimizin içinde ve gelecek günlerimiz içinde en hayırlı olan günler ki var. Yani Zülhicce ayı gelmektedir. İnşallah bir de onunla bağlı kısa bir zikredeceğiz. Allah SWT bizleri muvaffak etsin. Allahümme amin. Evet değerli Müslümanlar, geçen dersimizde, geçen zikrimizde, tefsir dersinde, Tegabun suresinde en sonuncu 4. ayette durduk ki Allah dedi ki يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَيَعْلَمُ مَا تُسِرُّونَ وَمَا تُعْلِنُونَ ki Allah SWT يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ Allah Subhanahu ve Teala yerde ve göğde ne varsa her birisinden haberdardır. Ve açığa çıkarttığınızdan da haberdardır. Gizlinde sakladıklarınızdan da haberdardır. Ve aynı şekilde sinenizde, göğsünüzde neyi gizliyirsiniz ondan da haberdardır. Düşündüklerinizden, hissettiklerinizden de Allah SWT haberdardır. Yani bu dedik ki birinci anlam olarak münafıklara reddiyedir ki ne kadar içinizde ki olan küfürü, nifakı gizletseniz de Allah ondan haberdardır. Aynı şekilde ümumi olarak da Müslümanlar için insanlık demiş aleminde bilinmesi gereken bir meseledir ki kimse kimseyi kandırabilmez. Sen kandırdığın adamı Allah SWT kıyamet gününde onun yanında yer alacak, seninle muhasebe görecektir. O terazide inşallah ki yerine geldiği zaman o Tegabun o gün gelecek. O günde yani zarar günüdür. O gün zarar çekme günüdür. Hesap günüdür. O gün artık yani la yenfe malun bela benun, ne mallar ne evlatlar kimseye fayda vermeyecektir. Ve hiçbir təbilçilərin təbili, hiçbir bahane edenlerin bahanesi de o kıyamet gününde fayda vermeyecek. Ve sonra Allah Subhanahu Teala bu ayetten sonra ki Allah bunların hamısından haberdardır ve aslında Allah yeni bir mevzuya başlıyor, yeni bir konu getirerek bizlere böyle bir sualla yeni bir meseleye başlıyor. Elem me'tikum neba'ullezine keferu min qabl. Yani sizden öncekilerin nebeleri, haberleri, hadiseleri, peygamberleriyle arasındaki olan mücadele, o mücadelenin sonucu, davetçilerin daveti ve o davetin sonucu size gelip çatmadı mı? Yani siz peygamberlerin kıssasından haberdar değil misiniz? Nuh'un, Salih'in, Hud'un, Şuayb'in, Lut Aleyhisselam'ın kavminin, yani bunların başına gelenlerden siz haberdar değil misiniz? Haberdarsınız. Allah Musa Aleyhisselam'ı Firavundan koruduğu için İsa Aleyhisselam'a olan haksızlıklar, bütün bunlardan asıl itibariyle siz haberdarsınız. Ve onlar neylediler? فَذَاقُوا وَبَالَ emrihim. Yani onlar Allah'a asi olduklarından dolayı Allah'ın azabını tattılar. Allah onlara edeceğini etti. Başlarına musibetler geldi, belalar geldi. Tufan, göyden, yerden, her yerden belalar onların başına gelmiş oldu. Ve sizler de bunu görürsünüz. Yani bunu bildiğiniz halde öyleyse ne için Allah'a karşı gelmeye, Allah'a asi olmaya, Allah'ın emirlerini çiğnemeye, Allah'ın peygamberine itaatsiz davranmak ve içinizde başka, dışınızda başka olmaya devam edirsiniz. Ne için? Bunun sebebi nedir? Ki Allah onlara وَلَهُمْ عَذَابٌ elim. Onlar için Allah açık bir şekilde azap indirdi. Ve onları hem dünyada hem de ahirette Allah cezalandırdı. Ve bu sebepten de sizler değil bunları Müslümanlar olarak bildiğiniz halde veya da ki münafıklersiniz bu şeylerden haberdar oldunuz. Ve diğer ümmi olarak iman etmeyen insanlara da biz bu günleri mesela biz İslam'ı
zahirən qəbul edib həqiqətdə yaşamır və İslamı həqiqətdə yaşamayanların başlarına gələn musibətlərdən əslində toplum hamısından xəbərdardır. Və elə isə bugün yəni insanlıq bu ayətləri açıq bir şəkildə gördüyüz və bu ayətlərlə tanış olduğu zaman bu xəbərləri yəqinən bildiyi halda Allah s.ə.v. yəni inkar etmələri və yaxud da ki Allahın əmrlərini inkar etmələri özlərini öz əlləri ilə keçmiş qavmin başdan gələnlərə sürükləməyə nədir? Bir səbəbdir yəni. Yəni özləri öz əlləri ilə özlərinə çuxur qazırlar. Lakin burada bəlalar fərqlidir. Necədir? Biz ümmətin bəlası mütləq ümumi genəlləmə olmayacaq. Yəni bütün millətlər eyni bəla ilə yəni yox olmuş bir bəla gəlməyəcək. Yəni bizə göydən daş yağır, biz hamımız yenidən məhv olmayacağız. Yaxud da ki bizləri dənizləri göyə qalxıb, su daşıb biz hər bir millət olaraq yəni suyun altında qalmayacağız. Bu bəlaların çeşidləri bu ümmətə fərqli veriləcəkdir. Ki Allah Subhanahu belə deyim ki bizlərə olan rəhməti və Peyğəmbərimizin duası nəticəsində yəni bu ümmətə ümumi bəla verilməyəcəkdir. Hər bir millətə fərqli bəlalar veriləcəkdir. Allah Subhanahu Taala'dan Peyğəmbər sallallahu əleyhi və səlləm istədi, Allah da onun istəyini qəbul etdi. Ki ya Rabbi, keçmiş ümmətlər kimi mənim ümmətimi həlak eləmə. Allah da onu qəbul etdi. Və Allah onu qəbul etdikdən sonra isə amma bizə bu günləri türlü cəzalarımızın qarşılığı müsibətlər gəlir. Ən böyük bəlalardan bir dənəsi duymamazlıq, eşitməməzlik. Yəni Allah və Rasulunun hökmlərini eşitməməzlikdən gələrək əzab və sıxıntı içərisində hər kəs bugün yaşamaqdadır. Allah s.ə.v. bizə rızqımızı azaldır, evimizin içində huzur yox, ticarətimizdə bərəkət yox, ətrafımızda güman yox, müsəlmanlar arasında ixtilaflar davam etməkdədir ki, Allah Rasulü Allahdan onu da istədi ki, ümmətim arasında ixtilaf salma, dedi, mən salmayacağım, onlar istəmədikcə, onlar özləri öz aralarında ixtilaf etmədikləri sürəcə. Onları ayırmayacağım, özləri ayrılmadığı sürəcə. Ona görə də Allah Subhanahu bir çox ayətdə nə dedi? وَاَعْتَسِمُ بِحَبْلِ اللّٰهِ جَمِيعًا Yəni birlikdə olmanızın bir tək mümkünlüyü var. O da nədir? Allahın ipindən əgər hep bərabər sarıldığınız zaman mümkündür. Yəni öz ipinizdən sarıla bilərsiniz, bu mümkündür. Öz düşüncələriniz, öz fikirlərinizlə bir araya gələcəksiniz ama bu sizi Allahın əzabından qurtarmayacaq. Siz yəni islah olmayacaqsınız və nəticəyə ulaşa bilməyəcəksiniz. Bizlər bugün niyə o nəticəyə ulaşa bilmirik? Çünki hər bir qavmin öz düşüncəsi var. Hər bir toplumun, hər bir iman edən, İslam adına olan insanların öz düşüncələri var və heç birisi də nəticəyə ulaşmır. Mənə yer üzərində ən yaxın tarixdə, yer üzərində deyirəm, ən yaxın tarixdə hep birlikdə olmasa da ayrı-ayrı çalışan Müslüman toplumların, Müslüman cəmiyyətlərin, Müslüman toplumların zəfərə ulaşdığını göstərə bilərsiniz, mümkün deyil. Zəfərə ulaşmamışlardır. Keçici zəfərlər var. Keçici 1 ay, 2 ay, 1 il, 2 il, 3 il hansısa bir dövlət, hansısa bir toplum, hansısa bir cəmaat 5 il, 6 il, 10 il, 15 il biraz böyüyür. 15 ildən sonra tamamilə məhv olub sondan sıfırdan başlayırlar. Nəyə görə? Çünki Allahın ipindən sarılmadıqlarına görə. Çünki bütün müsəlman birliyi, bərabərliyi bir şəkildə Allahın ipindən sarılarsa, təbii ki o ip qopmayacaqdır. Amma bizlər baxırsan küçük bir məmləkətdə sayları 5 nəfəri, 10 nəfəri, 20 nəfəri keçməyərək fərqli Müslüman toplumlar, Müslüman cəmiyyətlər və bir-birlərini bəyənməyənlər və bir məclisdə ancaq və ancaq digər bir məclisin adamı nədir, yer alması mümkün deyil. Ancaq o məclisin öz adamları alması və başqaları orada olarsa sanki günah qazanmış olarlar. Və bu səbəbdən də Allah Subhanahu bizlərə keçmiş ümmətin başına gələn bəlaların bir dənəsi də onların firqələrə bölünməsi idi. Peyğəmbərlərindən müxalif olmaları idi. Yəni ayrılıq əl-firqatu əzab deyir hədisdə. Ayrılıq əzabdır. Müsəlmanların yəni Allah Subhanahu bu ayətini görməməzlikdən gəlməsi nəticədə həm onlar, həm digərləri, yəni hər kəs artıq o bəlanın içərisinə girir. Yəni mən özümü qurtarım deyərkən sən də mənimlə bərabər o bəlanın içərisinə düşmüş olursan. Və bu səbəbdə də qardaşlar, bizlər müsəlmanlar olaraq acil bir şəkildə
bu durumlarımızı düzeltmemiz lazımdır. Yani bunun düzelmesi için de Allah'ın kitabına hakiki anlamda dönmek. Nəfslər bir kenara bırakılmalıdır. Yani hakikatler neyse o olmalıdır. Mesela bayaq yolda gələrkən bir məsələ ilə müzakirə olundu. Onu da yeri gəlmişsə zikr edək. Çünkü mesela Müslüman bacı ve kardeşlerimiz, yani eyni qandan olmadığımız Müslümanlar sıkıntı ve belalar içerisinde olduğu zaman da Müslümanların tepkisi ve Müslümanların üzülmesi ve Müslümanların o müsibət ve belalara karşı özlerini necə hiss etmələri göz önündedir. Ama yakın birler, bizlerden kanı canı bir olan insanlar, bizim içimizde olan bir insanlar, yani kanı malı bizdendir. İman edenleri demirəm, yani iman etmeyen, bize yakın olan Müslüman kardeşler kısmından değil, kan bağı olan kardeşlerimiz ve bacılarımız olduğu zaman da Müslümanların nedir? Onlara karşı olan hizmeti, yakınlığı baxırsan ki, hemen ön plana çıxır. Yani o kardeş yardıma ihtiyacı varsa insan bütün səfərbərliyi etmək zorunda kalır. Niye? Ata bir, ana bir kardeştir. Doğma kardeş olduğuna göre. Doğma bacı olduğuna göre. Ama hakiki kardeşlik Musab bin Ümeyr'in döyüşünü okuduğunda hatırlıyorsunuz. Musab bin Ümeyr ne dedi onun kardeşi yakalanırken? Onun adını çağırdı, doğru mu? Ne dedi? Dedi sen ben kardeşim deyirsən. Ben kardeşim odur. Seni yakalayan ben kardeşim. Sen ben kardeşim deyirsən. Ben hakiki kardeşim odur. Gerçek anlamda kardeş odur. Yani bugün Allah Resulü Sallallahu Müslümanın kardeşidir sözünü biz ne kadar yaşayırıq? El-Muslimu ehul-Muslim. Müslümanın kardeşidir. Doğma kardeşten direldir bu. La yadlimuhu zulmetmez, onu hakaret eləməz, onu aşağılamaz, onu ayıplamaz, onu kınamaz, onu yardımsız bırakmaz, onu arkadan vurmaz, arkadan onun aleyhine iş görmez, onun nikah üzerine bir nikah eləməz, onun yani nişan üzerine bir nişan eləməz, ticaret üzerine bir ticaret eləməz. Bunlar hamısı mevcuttur bu günləri. İman etmeyenlere karşı bunu etmeyin. Niye? Diye ki dürüstlüyüm, ben dürüst adamım, koy beni dürüst bilsin. Ama Müslümana karşı bu xəyanəti edir, heç nə olmaz. Aslında ona palojunadır. Yaxşı sözümüz var, aslında ona düşür. Mesela içimizden bir Müslüman dünən akşam yine, akşamki bir toplu birlikte bir fragman onu da söyleyeyim. Şimdi biz bu günler mesela biz Müslümanlar olarak içimizde bir Müslüman bir günah, bir hata, bir müsibete düşer olduğu zamanda, bir toplum bir müsibete düşer olduğu zamanda ne edirik? Elimizde bu kadar qınaq baltası, bu kadar da qınaq ruskası var. Bu boyda da kamera var. Baltayla vurup, yani ağaç kəsirik, qələm edirik, yazırıq, tökürük, kamera çəkirik. Filan kəsi yerin dibine soxur, filan kəs filan günah elədi, filan xatan elədi. Yani adamı Allah ve Resulünün vermiş olduğu cezadan daha ağır bir ceza ile dünyada rezil ve rüsva edip cezalandırırıq. Ama halbuki gel baxaq görək, İslamda bir Müslüman bir müsibete, bir belaya, bir günaha, bir xətaya, bir ayıba düşer olduğu zaman Müslüman ne deməlidir? Allah'ım onu affet, bağışla. Ayette ne gelir? Haşr Suresi'nin Allah'ım bizden önce iman eden ve bizim kardeşlerimizi affet, bağışla ginen ve bizi de ıslah eyle ve bizim tövbelerimizi de qəbul eyle. Ve biz de onun xeyirli əməlləri ve sonra ne demək Müslüman? Onun için bağışlanma diləməlidir. Sonra deməli Allah'ım sana hamd ve şükürler olsun ki beni o musibetle karşı karşıya getirmedin. Biz zannedirik ki bizler bu günleri yani ben bu musibete düşer olmadım, o kardeşin istediği musibete düşer olmadım, ona göre ki bu benim ferasetimdir. Vallahi Allah'ın qədəridir. Sen Allah'ın lütfündən o musibetine düşer olmamışsın. Bu senin öz zekan değil, senin öz ağlınla değil. Necə ki biz bu günləri zənginliğimiz var ya, ara Müslümanların içində zənginlik bunu özlərindən görürlər. Özlərindən gördüyü an mən görmüşəm, nə qədər görmüşəm ki, kimlər ki bunu özlərindən görür, Allah Subhanahu baxırsan ki, qısa bir zamanda onların əlindən fərqli bəlalarla, musibətlərlə əlindən alır, özünün xəbəri yoxdur. Maşını vurur, uşağın başına daş düşür, uşaq xəstələnir, arvad xəstələnir, ana xəstələnir. Yavaş-yavaş əldən çıxır, xəbəri yoxdur, nə gedir, xəbəri yoxdur.
Allah ondan acı verərək o verdiyini alır. Acı ilə alır, bəla ilə alır, sıxıntı ilə alır, dərdlərə düşər eləyərək onun əlindən alır. Yəni pul xoşluqla getmir. Allah istəmir onu heç Allah yoluna verməyə. Mən bir salihin bir sözünü eşitdim, Sələfi salihinin. Deyib bu gün bəzi insanlar var, yəni o cimrilərdən danışır. Allah yolunda verməməyi insan özündən qənimət kimi bilir, çalışmağı, hicrət eləməyi, salih əməl eləməyi Allah üçün. Deyir, bu ona Allahın bəlası olduğunu fikirləşmir. Fikirləşir ki, özü ağıllı olduğuna görədir. Allah səni öz yolunda istifadə eləmir. Sən niyə bunu özü bəla bilmirsən? Yəni bir bəladır da. Allah səni öz yanında görmək istəmir. Allah səni xeyirlə əməl olmanı istəmir. Allah sənin salih əməllər eləməni istəmir. Sən bədbaxtsan. Sən xəbərin yoxdur. Sən zann edirsən ki, sən çox ağıllı bir adamsan. Yox, sən ağıllı adam deyilsən. Sən ən geri zəkalı bir adamsan. Sən hesab eləmirsən, Allah səni xeyrə nəsib eləmir. Allah sənə xeyir gəlir, sənin əlindən alır. Allah istəmir. İstəmədiyi sözü mümkün deyil. Bunun üçün qardaşlar, baxın, bu bəlalar, bu müsibətlər biz müsəlmanlara gəlir. Və qardaş, və dünənki bir qardaş da ki, ikisini bir araya toplayaraq, bugün bir qardaş dedi ki, yəni mən bu qardaşlıq məsələsində sanki fıtratımız öz doğma qardaşlarımıza meyl edir. Dedim, bu Allaha və Rasuluna iftiradır. Kesinlikle. İman problemi var. İman varsa var. Məsələ imana bağlıdır. Yəni sahabə həyatı bizə bunu açıq bir tablosuyla, böyük bir təfsir alimləri Uhud savaşını, Bədir savaşını elə bir səhnə ilə, elə bir filmlə ortaya qoyurlar ki, elə bir səhnə, gözəl bir səhnə var ki orada. Dahiyana bir səhnə var. Orada hər şey açıq ortadadır. Burada artıq mənim doğma qardaşımdır, doğma atamdır, anamdır, bacımdır, qardaşımdır. Heç birisinin rolu yoxdur. İman rolu var, qardaş. İmanın varsa var, imanın yoxsa yoxdur. İman sorunudur. Hə, bugün kimlərin nə sorunu var? Şeytani. Şeytanlar var ya, bu insani şeytanlar. Ona görə Allah'ın şeyatini minel insi vel cin. Baha. İnsanlardan ve şeytanlardan olan cinler var. Bugün şeytan olan insani cinler var ki, onlar bugün Müslümanlara, sən bugün Müslümanlar arasında güvən yoxdur, mən çəkilmişəm dağlara, dağ başıma düşsün. Mən çəkilmişəm öz xoduma yaşayıram, mən xəyanətə uğramışam, mən belə vallahi də, billahi də, tallahi də yemin edərəm ki, mən bu qoca yaşımda, cavan başımla, inan ki, yalandan başqa bir şey deyildir. Allah şahiddir ki, Allah'ın vermiş olduğu fərasətlə o qəlblərin içindəki hamısı üzərinə vurmuşdur. Yalan deyirlər. Bütün bunların hamısı bahanədən başqa bir şey deyildir. Resulullah sallallahu aleyhi və səlləm ətrafında nə qədər xəyanətə uğradı, sahabə nə qədər xəyanətə uğradılar, savaşın ortasında xəyanətə uğradılar münafiqlər tərəfindən. Allah Resulü sallallahu aleyhi və səlləm və onun əshabı hiçbir zaman Allah yolunda yürüməkdən vaz keçmədilər. Davam elədilər, tək-tək qalsalar davam elədilər. Bu din bunu istəyir. Bu din səmimiyyəti istəyir. Cəld və Talut qıssası səmimiyyəti istəyir. Nə dedi Allah? Nə qədər az cəmaatlar, kəm min fiyyətin qalilə, nə qədər az bir topluluq var ki, özlərindən daha böyük toplumlara qələbə gəlmişlərdir. Kimin? İznillə, Allahın izniyle. Allahın izniyle bunlar hamısı olmuşdur. Ona görə Allah Subhanahu bizə yəni xəbər verir ki, bu ayətdə, yəni keçmiş olanların xəbəri gəlib sizə çatmadı. Ələm yetikum nəbəullədinə kəfərun min qabl. Gəlib çatmadı mı sizə onlara? Gəlib çatdı. Peki nə deyir Allah Subhanahu davamında? Deyir ki, onlar nə deyir? Onlar kədəlikə onların başda gələnlərin səbəbi bi'ennəhum kânə te'tihim rusuluhum. Rasullar gəldi, peyğəmbərlər gəldi, haqları anlattı, doğruları anlattı. Bilbeyinət, açıq dəlillərlə fəqalu əbəşərun yəhdunənə, bizdən birisi, tanıdığımız, bildiyimiz bu adamı bizi doğruya götürəcək. Bizimdən birisi mi? Biz də bunun kimiyiz? Yəni bizim bundan nərəmiz eksiktir? Bəzən olur ya, qoy onu da deyim, biraz qoy bəzi adamlar rahatlaşsın. Deyəndə ki, zikr eləmək lazımdır, toplumlarda elm adamları yox, elm tələbələri yox. Əlhamdülillah, sizdən 2 hərf, 3 hərf çox bilən tələbələr var, insanlar var, ömrünü elmə, dinə, dəvətə ayıran insanlar var. Gəlsinlər sizə, ya vallahi onların zaten anlatdığı şey biz bilirik də, özümüz də. Yəni elə bir fərqi yoxdur. Gəlib nə deyəcək ki bizə? Onun dedikləri şeyi biz də bilirik də. Onun anlatdığı şeyi mən də xəbərdaram. Nə deyəcək? Allah ortaq qoşma, Allah biz də onu bilirik. Allah ortaq qoşma olmaz. Yalan söyləmə, onu bilirik. Qeybət eləmə, onu bilirik. Nə deyəcək?
malınızdan verin. Onu birlikte o zaten ona göre gelir ki gelin malınızdan verin diyecek. Ona göre de ehtiyacı yoxdur. Biz malımızı lazım olan yerdə xərcləyirik, Allah'a şükür eləmirik. Özümüz lazım olan yerdə də dəvət edirik və lazım olan yerdə də İslamı insanlara açıqlayırıq. Yəni bizim heç kimə ehtiyacımız yoxdur. Və bu insanlar aynı bu sözdə bəşər oyun bizim kimi bir bəşər bizdən birisidir. Yəni bizdən onun nə fərqi var ki? Nə ehtiyacımız var ki bizim ona? O bizə nəyi gətirəcək? Bizə nəyi verəcək? Biz belə rahatız dedilər. Fəkəfəru inkar etdilər, rədd etdilər və bəziləri də küfrə girdilər. Və təvəllə və bəziləri də yüz çevirdilər. Kimləri kafir oldu? Dəvətdən yüz çevirməklə. Kimləri isə yüz çevirdilər. Allah və istəğnallah. Allah da onlardan nədir? İstəğnidir. Allah onlardan qanidir, zəngindir. Allah onların ibadətinə, itaətinə, İslamı qəbul eləmələrinə, malları infaq eləmələrinə, İslam üçün çalışmalarına heç ehtiyacı yoxdur. Zaten baş vermiş olan şeylər, müzəffər olmaları müsəlmanların, məğlub olmaları müsəlmanların, həzimətə uğramaları müsəlmanların zaten hamısı biyədillə Allahın əlindədir, Allahın izni ilədir. Sadəcə Allah səni burada istifadə eləmək istəyir. Allah sadece sana değer vermək istəyir ki, Allah zaten bu toplumu yüksəldəcək, istəyir ki, sən də burada olursan. Eğer sən olmaq istəmirsən, rədd olur. Allah səni rədd edir. Sən bədbaxt sənsən ki, sən bunun içində olmursan. Yəni, bugün yer üzərində olan zəfər və həzimət Allahın izni ilədir. Bugün müsəlmanlar zəfər qazanmışsa, o Allahın izni ilə qazanmışdır. Bugün müsəlmanlar həzimətə uğramışsa, o Allahın diləməsi ilə müsəlmanlar həzimətə uğramışdır. Allah bir toplumu izzətli qıldıysa, o Allahın diləməsi ilə olmuşdur. Allah bir toplumu zillətə uğratdıysa, yine Allah'ın dilemesiyle olmuştur. Ve her birisinin de sebebi vardır. Allah bir toplumu izzete uğratmasının sebebi öz fezileti ve özünün onlara vermiş olduğu değerdir. Bir Müslüman tayfanın zillete uğraması ise onların ellerinden etmiş olduğu günahlardan sebeptir. Ve bimə kəsəbət edikum, ellerinizden kazandığınızın sebebidir. Ki bir müsibətə düşər oldunuzsa, onu siz səbəbkar oldunuz, Allah da onu sizə verdi. Siz onu istədiniz, siz zillət istədiniz. Siz izzət istəmədiniz, siz izzət yolunu, şərəf yolunu seçmədiniz. Allah sizə seçdiyiniz yolu sizə kolaylaşdırdı. Ki Allah Resulü ne dedi? Ki madem hər şey qədərdə yazılıbdır, bəs onun əməl nədir? Dedi, hər kəsə əməl edəcəyi əməl ona kolaylaşdırılmışdır. Hansı əməl istəyirsən, Allah sana onu kolaylaşdıracaq. Nə istəyirsən, hansı yolu seçirsənsə də, Allah onu sənə ən gözəli ilə asanlaşdıracaqdır. Ən gözəli ilə. Sən rahat şəkildə o əməl edəcək. Günahdır günah, fısıqdır fısıq. Salih əməl istəyirsən də, yenə o sənə Allah o yolu sənə asanlaşdıracaqdır. Amma bugün həqiqətən də gəzib dolanırıq, görürük ki, nədir qardaş, İslam aləmi nədir? İslam aləmi bu günləri yəni Allahı və Rasulunu həqiqi anlamda tanıya bilmir. Və yenə də cümləmizi axırıcı tamamlayaraq demək istəyirəm ki, fıtrat olaraq biz deyil, iman olaraq məsələyə yanaşarsaq, Allah və Rasuluna səmimi imanla yanaşarsaq, dostumuz, düşmanımız Allahın sevdiyi və razı qaldığı insanlardırsa, əlhamdülillah. Allah Subhanahu Quran-ı Kərimdəki Mücadilə surəsi 22-ci ayət, uşaqların, cavanların, gənclərin zaten gələcəkdir onun təfsiri də. Yer üzərində elə bir topluluğu sən tapa bilməzsən ki, yuhaddunə mən haddallah və Rasulü. Bu ayət kimə? Tövbə sözü 23, 60, 24 kimə aiddir? 8 sinifə sayır Allah Subhanahu onları. Allah yolunda əgər bunlar sizdən malımız, ticarətimiz, anamız, atamız, bağdaşımız, qardaşımız, pulumuz, evimiz, eşiyimiz Allah və Rasulundan daha sevimliyik ki, Allahın əzabını gözləyin. Biz hamısı Allah Rasulundan və Rasulundan daha sevimlidir. Və ona görə Allahın əzabı gəlir. Buna xəbərimiz yoxdur yəni. Bu ayətdə də aynı şəkildə nedir bu? Aynı şekilde ayette de güzel bir şekilde gelmiştir. Ve ki Allah da dedi, Vallahu ganiyyun hamid, Allah zengindir, öz sıfatını söylemiş, ganidir, zengindir, mal sahibidir, mülk sahibidir. Bütün yerin ve göğü hazinesi ona aittir. Yerde ve göğden o hamiddir, övlendir. Ona teşekkür edilir, ona şükredilir. Her şey onun elindedir. Yani sizin ona hamd etmeniz, şükretmenize Allah o kadar da ihtiyaç sahibi değildir yani. Değildir sizin. Sizin buna ihtiyacınız var. Bizim ona ihtiyacımız yoktur. Bunun için kardeşler, həqiqətən də yəni, bugün ümmətə Rasullar, Peyğəmbərlər, dəvətçilər, yəni bu ümmətin dəvətçiləri keçmiş ümmətdə olan Peyğəmbərlərin görevlərini yerinə yetirirlər. Nəbilərin görevlərini yerinə yetirirlər. Özlərindən öndəki olan Peyğəmbərlərin görevini yerinə yetirirlər. Bu səbəbdən də dəvətçilər də heç bir zaman yəni gücü insanlardan değil, gücü Allah'tan almalıdırlar.
Allah'a dayanmalıdırlar. Və Peyğəmbərlərin qıssalarını oxumalıdırlar. Peyğəmbərlərin həyatlarına baxmalıdırlar ki, onlar bəzən tək qalacaqlar. Bəzən dəvətləri başarılı olmayacaq. Bu imtihandır. Dəvətdə başarı Allah'tandır. Birine dəvəti müsbət şəkildə dəyərləndirir, faydalı, zahirən görülürsə, bu Allah'ın bir lütfüdür. Kimdə görsənmirsə, başarı əldə edə bilmirsə, yenə bu Allah'ın bir imtihanıdır. Yəni sən görevini yerine fəstəbi mət'umər. Sen sənə əmr onların yerine getir. Fə'rid anil müşrikin. Sen müşriklerden yüz çevir. Sana ne? Ya sen görevini yerine getir. Sen görevini yerine getir. Nedir? Muvaffakiyet Allah'tandır. Allah dilerse muvaffak eder. Allah dilerse muvaffak etmez. Sen Allah'tan aldığın nimetin hakkını ver. Davetini güzel bir şekilde ele. Sünnete uygun şekilde bir davetçisense onu yerine getir. İnsanlar ona cevap verecekler, cevap vermeyecekler, icabet edecekler, icabet elemeyecekler. O seni nedir? O seni ilgilendirmez. O sana ait değil o. Sen sana emri onların yerine getir. Diyecek ki Allah Resulü diyor ki sen sana emri onların yerine getir ve sen onlardan sorumlu değilsin. Sen onlardan mükellef değilsin. Sen ancak harridil müminin. Müminleri de savaşa teşvik et. Sen öz nefsinle mükellefsin. Gelir, gelmez, gelmez. Kabul eləyər, eləməz, eləməz. Onun senin hiçbir adiyeti yoktur. Sen bugün insanlara İslam'ı anlat. Kapına, komşuna, dostuna ama sünnete uygun bir şekilde İslam'ı anlat. Nefsine uygun bir şekilde İslam'ı anlatma. Elmin yoksa İslam'ı anlatma. Harda necə danışacağını bilmirsense danışma. Sen de zarar verebilirsin. Faydadan çok zarar verebilirsin. İnsanlara İslam'ı nifret elettirersin. Ona göre kiminle necə, harda, hansı mekanda, hansı sözler istifadə etmək üçün insan oxumalıdır. Bilmirsense bilenlerin yanına götür. Sahabe eləyərdi. Deyərdi gider Allah Resulü yanına, Ömer'in yanına, Osman'ın yanına, bilgili insanların yanına götürərlərdi. Çünkü sen öyle suallar verirlerse ona cevap verebilmeyeceksin. Ve sonra özün de şüpheye düşeceksin. Ve insanlara bildiği bir meseleden ki hansı ki o marifetullah, Allah'ı birleme, Allah'ı itaat eleme, Allah'a boyun eğme, Allah'a namaz kılma, oruç tutma ki bunlar Kur'an-ı Kerim'de açık olan meselelerdir. Ve sen birinci insanlara Allah'ın emrettiği şey ibadet eləmək, qadağan elədiği şey ona ortak koşmamak ve sen insanlara zaten bunu en güzelle anlatabilirsin ama dinini öğrensen ve özünü onu yaşasan. Bugün etraf mühit bugün bize dört gözle bakırlar. Ki görün bunlar dediklerini yaşayacaklar yoksa yok. Allah subhanahu bize bunu yaşamağı Rabbim nasip etsin. Allahümme amin. Allahümme ve akdavan elhamdülillah Rabbil alemin. Elhamdülillah. 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 Thumma elhamdülillah. Elhamdülillahi Rabbil alemin. Allah'ın salatu ve selamı, rahmeti, bereketi üzerimize olsun. Allah'ın selamı Muhammed Aleyhisselam'a ve onun hesabına ve güzel şekilde tabi olan sahabesine olsun. Allahümme amin. Az önce dediğimiz gibi dersimizin başındaki bir neçə gün sonra Zülhicce yani ayı yani girmektedir ki bilirsiniz ki Zülhicce ayı en faziletli olan aylardandır. En hayırlı olan günlerin demek ola ki bu Zülhicce'nin günleridir. Ve bu günler Peygamber aleyhissalatü vesselam'ın demesi ile en hayırlı günler olur ve bu günlerdeki olan salih əməllərə Allah yolundaki savaş bile, cihat bile bu güne denk değildir. Bu günde olan salih əməllərə denk değildir. Şimdi hadiste zaten göreceğiz. Mənim Allah'a hamd olsun ki geçen sene bu Zülhicce ayının 10 gününü ben mübarek topraklarda yani Cidde'de elhamdülillah geçirdim ve çok güzel bir diyelim ki hayatımın, ömrümün en güzel günleri məhz o Cidde'de geçti. Yani toplum tarafından toplum necə də yani Zülhicce ayını yaşadılar. Yani o sıcak, o istiliğe rağmen o günlerde yani həqiqətən də insanlar salih əməllər eləmək üçün yani yarışırdılar. Oruç tutmadan tut diğerlerine kadar insanlar xeyir əməl eləməklə yani bu günleri kazanmağa çalışırdılar. Allah Subhanahu teala bizlere bu günleri toplu şekilde yaşamağa Rabbim nasip etsin. Hakikaten İslam
toplumsal bir dindir. Toplum yaşandığı zamanda Müslümanlar birbirlerini teşvik edirlər. Düşünün ki, burada mesela Müslümanların arasında bu əməlləri eləyənlər hamı bir şəkildə bir yerdə yaşasa, gündə 5 vaxt namaza toplanırsan, baxırsan ki, 5 vaxt namazda hər kəsin 5 vaxt namazı məsciddə və iftar vaxtı insanlar hərə əlində bir sumka, su gətirən kim, xurma gətirən kim, insanlara dağdan, kofe və s. ki, insanlar mənim gətirmiş olduğum şeylərlə orucunu açsın ki, savabı mənim əlimlə olsun deyə yarışırlar yəni. Və ətrafda yiyən də yox, içən də yox, evin içində yiyən də yox, içən də yox, evin içində də Ramazan ababası yaşanır yəni. Və hamı rahat şəkildə o günü keçirir, istəyə rağmen. Yəni, insanı nə qədər də yorsa da insanlara Allah s.ə.v. o hasatlığı o günlərdə verir. Və ki, Peyğəmbər aleyhissalatü vesselam və İslamın da ki, Allah s.ə.v. Fəddəlallah Teala, Allah bunu yəni fəzilətlendirmiş digər ailələr rağmen ki, İbn Abbasdan gələn Peyğəmbər aleyhissalatü vesselam ki, günlərin içində elə bir gün yoxdur ki, salih əməllərdə, məmin əyyəmin elə bir gün yoxdur ki, Allaha salih əməllər olsun. O gün ki, fi əhəbbilallahı, Allaha sevimli olan gün və günlər ki, hansı günlərdir ki, hədihil əyyəm, yəni əyyəmül aşər, yəni ki, 10 gün, Zilhiccənin 10 günü. Deyirlər, ya Rasulullah, yəni heç bir əməl bu günə də bu gündə olan əməllərə denk gələ bilməzmi? Yəni, hansı əməl olursa olsun deyir, əhəbbü ilallah, Allaha sevimli olan, bu ayın içindəki qədər Allaha sevimli ola bilməz. Heç bir əməl. Hansı salih əməl olursa olsun, hansı əməllər olursa olsun, bu günün içindəki qədər Allaha yaxın olan bir əməl ola bilməz. Və sahabə ağlına hətta bütün hər şeyi buraxdı. Sahabənin ağlında belə bir şey var idi ki, nədir? Ya Resulallah, hər halda cihad edib, və la qalə, və ləl cihadu fi səbilillah. Dedi ki, yəni Allah yolunda cihad belə, qalı ya Resulallah, və ləl cihad dedi, fi səbilillah, xayr, cihad belə deyil. Yəni, ya Resulallah, cihad da mı bu günlərdə olsa, mən gedib cihad eləsəm, bu gün savaşsam, geri qayıtsam, yəni bu gündə olan salih əməllərlə bərabər ola bilməzdir. O əməl aşağı olacaqdır. Yəni cihadın belə denk olmadığı bir gün, bir əməl, bir günün içindəki olan əməl. Yəni Zülhiccə ayındakı bir əməl, sənin Allah yolunda savaşmağın, getdin, savaşdın kafirlə, geri qayıtdın, yüzlərlə kafir öldürdün və ya müşrik öldürdün, din düşməni öldürdün, geri qayıtdın. Amma bir gün sən bu gündə salih bir əməl elədin, bu günlərin içərisində onunla savab və əcr baxımından, mükafat baxımından, Allaha sevimlik baxımından eyni bərabərlik deyildir. Və sonra Allah Resulü dedi ki, illə istisnaracılın xaracə min nəfsihi və məlihi nəfsi ilə və malı ilə hər şey ilə Allah yolunda çıxar, geri dönməmək şərti ilə. O kişilər də yoxdur. İkinci də yoxdur. Birinci də yoxdur zaten. İkisi də yoxdur. Orası elədir. Yəni, heç birisi zaten yoxdur. Yəni, ikinci vahşi adı var, özü yoxdur. Yəni, sadəcə biz onu oxuyuruq. Yəni, belə bir adam, belə bir malı ilə, canı ilə Allah yolunda çıxır və geri qayıtmamaq niyyəti ilə. Mən Allah yolunda çıxıram da, gedirəm Allah yolunda. Amma bugün baxırsan ki, Allah yolunda canı ilə, malı ilə çıxan insanlar var, hicrət edənlər var. Baxırsan ki, özlərini bilməyənlər bu insanlara dil uzadır və bu insanların əməllərini küçümsüyür və bu insanları təkfir edir və onları, ümumiyyətlə Allah yolunda çıxan mühacirləri, mücahidləri təkfir edənlər həmişə sonu zəlil və zillət olmuşdur yəni. Sən Allah yolunda bir müsəlmanın çayının pulunu verə bilmirsən, bu onu yerə soxun. Sən Allah yolunda canı ilə, malı ilə çıxan insanları mı qınıyırsan yəni? Sənin başının razmerinə belə uymur. Bədəninin belə formasına da uyğun deyil. İnsan dilini tutar, insan gözünü kör eləyər, qulağını kar eləyər. Deyər ki, qardaş, mən evimi belə, ailəmi belə, uşağımı belə İslam üzərinə tərbiyə eləyə bilmirəm. Baxırsan ki, adam uşağını müşriklərə təslim edib tərbiyə nöqtəsində,
Yoldaşı o kadar da İslam üzerinde değil. Özü o kadar da İslam üzerinde değil. Ticareti o kadar da İslam üzerinde değil. Baksan ki hansısa Müslümanları qınayır. Kardeşim, qınamaktan ümumiyyətlə az önce de söyledim ki, qınamakta Müslüman çəkinməlidir. Uzaq durun. Bəla istəmirsənsə qınama. Ne olur olsun. Ne olur olsun qınama ki Allah Resulü'nün yanında sahabe ki örnektir bize değil mi? Allah Resulü dedi ki yani evinde bir insan gelip de eve girer yoldaşını başkasıyla görerse ona el atmasın. Sahabe dedi yani bu olabilirmiş ki bu nedir? Böyle şey olur. Bu neler olabilir ki? Eve qayıtdı, baktı ki evde yabancı bir adam tapdı. Başka kişi var evde. Allah imtihan elədi. Bazen insan deyir, bunu niye yaşadı, bunu niye öldürmedi, bunu niye vurmadı, bunu niye sokmadı? Allah ona karşılaşır, sokmakla da hiç iğne bile çıkartmış. Deyir, ben olsaydım kıvaltla onun başını üzmüştüm. Kıvaltla, şeyle de yok yani, kılıçla da yok. Sonra o adamın başı, Allah onu o imtihanla karşı karşıya getirir, cibinden taxta bile, ip bile çıkartmış. Baxırsan ki dizləri yerə dəyir. Başka baxırsan ki bir kadın başka bir kadının ərini qınayır, Allah onun ərini ondan imtihan edir. Baxırsan ki bir kadın başka bir kadını qınayır, Allah onu o imtihanla başlayır. Baxırsan ki bir kadın bir kişi başkasının uşağını qınayır, əxlaqını, tərbiyəsini qınayır, ağzına gələni danışır, Allah onun uşağını, qızını o günə salır. Xəbəri yoxdur. Anasını qınayır, anasını o günə düşür. Atasını qınayır, ona düşür. Dostunu qınayır. Və ya salih əməl eləmədi, günah elədi, xat elədi. Bu necə bu günah eləyə bilər? Mən vallahi deyirəm, sümmə vallahi şahidəm. Yalansın şahidi yanında olar. Sol tərəfimdə qardaşım oturubdu. Günlərin bir günüydü. Axşam saati idi. Oturmuşduq, qardaşla dincəlirdik. Birdən ölkə xaricindən bir zəng gəldi. Dedi hocam ağlayarak sızlayarak bir sual hatırlıyorsunuz da benim yəqin ki. Deyir bəlaya düşmüşəm mənə yardım edin. Nedir məsələ? Dedi hocam mən bir nəfəri qınamışdım. Bir nəfəri belə çox pis bir qınamışdım. Onun fitnəsini yaydım. Onun dedikodusunu elədim. Onun haqqında olmayan olan şeyləri birinin üstüne beşini de qovub danıştım. Ben hocam şimdi yoldayım, Ankara'ya gidiyorum. Aynen böyledir, Ankara'ya gidiyordum. Yolda bir Müslümanla bir Müslüman bir kadın gördüm diyor. Yardıma ihtiyacı olduğunu gördüm, valizlerine yardım ettim. Aynen böyleden valizine yardım ettim, yerine yardım ettim, eşyalarına yardım ettim. Yol üzerine baktım ki ihtiyaç sahibidir. Neyse öyle böyle biraz yardımda bulundum. İlahiri bir de baktık Ankara'dayız. Artık Ankara'da otelden çıktık beraber, bir de baktık ki bu yardım bizi bir Ankara'da otel kiralanmağa sebep oldu. Ve onunla Allah'ın qadağı ettiği ve başkasının qınadığım şey başıma geldi. Ve kendisi de bir toplumun başı bir lideriydi, bir önderiydi. Kendisi bir toplumun başında bir hoca efendiydi, bir emir, bir komutan, bir abiydi yani şöyle söyleyeyim. Ben ne yapayım? Bana ne ceza varsa onu değil. Ben o cezayı eləməyə hazıram. Dedim ki Allah'tan bağışlanma dile. Bunu bir de başkalarına anlatma. Allah senin aybını gizlemişse başkalarına danışma. Dedi hocam ben Allah Resulü savaşıp kurtulmak istedim. Bu utançtan kurtulmak istedim. Dedim onun için git Allah'a tövbe ve istiğfar et. Bir daha diline kimse dolanma. Bir daha kimse kınama. Kaçınmak lazım. Denen Allah bağışlasın. Allah ıslah eylesin. Allah'a hamdolsun ki Allah'ım sana hamdolsun ki onu o musibete düşer eledin. Onunla imtihan eledin Allah'ım. O imtihandan kesmedi. Allah'ım beni hiç imtihan eleme. Allah'ım beni o əməllə uzaqlaşdır. Beni o əməllə qarşılaşdırma. Biz bunu eləməmiz gerekirken ama biz neyinidik? Vay canına vay. Ya şuna bak sana boynunu yere soktuğuma. Ya şuna bak şuna. Günahlarla, hatalarla insanları qınamaq olmaz. Ayıplarla insanları qınamaq olmaz. Ona göre bu günleri Allah yolunda ağırlı, acılı bir şekilde, yüngüllü, hafif bir şekilde, niyeti ihlasla, səmimiyyətlə bir insan Allah yolunda çıxırsa, evini, eşiğini, məmləkətini tərk edir, şəhərini tərk edirsə,
Allah üçün, İslamı yaşamak üçün tərk edirsə, heç olmasa o niyyətinə dəyər verin. Ola bilər getdiyi toplum yanlış toplumdur. Ola bilər getdiyi toplum həqiqətən də bidat üzərinə, şirk üzərinə, küfür üzərinə olan bir toplum. Heç olmasa o niyyətinə dəyər verin, o səmimiyyətinə dəyər verin ki, yəni bu adamın gözəl bir niyyəti var idi. Yəni bu adamın xalis bir niyyəti var idi. O niyyət səndə belə yoxdur yəni. Heç olmasa onu fikirləş, heç olmasa onu düşün. Ona görə dəyərli müsəlmanlar, bu günlərimiz bizim Allah Resulü'nün hədisdə gəldiyi kimi salih olan bir günlərdəndir. Gəlin bu günlərimizdəki olan salih əməlləri qısa-qısa xatırladım ki, birinci bu gündə oruçdur. Zülhiccənin birindən 10'una kimi, yəni Arafat gününə qədər oruç tutmaqdır. Bir gündə tutmaq sünnətdir, 2 gündə tutmaq sünnətdir, 3 gündə tutmaq sünnətdir, 5 gündə tutmaq sünnətdir, 10 gündə tutmaq sünnətdir. Hamısını eləsəniz daha yaxşıdır. Nə qədər imkanınız yetirsə eləyin. Allah Subhanahu taala sizə bu günləri